Trampdan sərt çağırış, hamı dərhal Tehrandan çıxsın, İran razılaşmalı idi. ABŞ prezidenti Donald Trump Truth Social platformasında yaydığı bəyanatla növbəti dəfə İran rəhbərliyinə və dünya ictimaiyyətinə açıq mesaj göndərib. O, İranı nüvə silahı əldə etməyə cəhdlərinə görə ittiham edib və vəziyyətin artıq təhlükəli həddə çatdığını bildirib. İran mənim onlara imzalatmaq istədiyim sazişi qəbul etməli idi. İndi isə hər şey utancverici və insan həyatının boşa getməsi ilə nəticələnir. Sadəcə olaraq İran nüvə silahına sahib ola bilməz. Mən bunu dəfələrlə təkrar etmişəm. Trump daha sonra ciddi xəbərdarlıq edərək bütün xarici ölkə vətəndaşlarını Tehrandan dərhal çıxmağa çağırıb. Hər kəs dərhal Tehrandan evakuasiya olunmalıdır. Bu açıqlama açıq-aydın şəkildə Tehranın və digər şəhərlərin amansızcasına bombalanacağının anonsudur. Bu barədə İsrail Baş naziri Netanyahu da saatlar öncə açıqlama vermişdi. O demişdir ki, Tehranı yer üzündən siləcək. Bu açıqlama Tehranda onsuz da yüksək olan panikanı daha da artırıb. Hər kəs tələm-tələsik Tehranı tərk edir.